Salam əziz dəyərli izləyicilər və əziz şagirdlərim, hər birinizi xoş gördük. Biz bugün sizinlə məstər haqqında danışaq. Məstər təsriflənməyən feildir. Təsriflənməyən feil haqqında əvvəlki çəkilişlərimizdə məlumat vermişdik. Yəni şəxs onluqlarını qəbul eləməyən, şəxsə kəmiyyətə görə dəyişə bilməyən, birinci, ikinci, üçüncü şəxsin təki və cəmində ola bilməyən feillər təsriflənməyən feillər adlanır. Həmçinin bu gün keçdiyimiz məstər də belə feillərdən biridir. İkinci xüsusiyyətləri də ondan ibarətdir ki, belə feillər ikili nitq hissəsinin xüsusiyyətlərini daşıyırlar. Məsələn, feili sifətdə feili bağlama ilə feilin xüsusiyyətini gördüksə, feili sifətdə feillə sifətin xüsusiyyətini gördüksə, məstərdə feil və ismin xüsusiyyətini görürük ki, məstər isim və feilin birləşməsindən yaranan təsriflənməyən formalı feillərdir. Bəs məstər feil kimi hansı xüsusiyyətlərə malikdir? Gəlin bu barədə fikirlərimizi sizinlə bölüşək. Məstər feil kimi hərəkət bildirir. Feil hərəkət bildirirsə, məstər də hərəkət bildirir. Məstər feil kimi təsdiq və inkar olur. Oxumaq, oxumamaq, yazmaq, yazmamaq. Məstər feil kimi qrammatik məna növlərə malikdir. Yəni, dərnəyə yazılmaq. Yazılmaq məchul növdədir. Yazışmaq qarşılıq növdədir. Baxılmaq şəxssiz növdədir. Yazdırmaq icbar növdədir. Sildirmək yenə də icbar növdədir. Bilmək məlum növdədir. Belə deyək, digər növlərdə açılmaq məchul növdə ola bilər, qayıdış növdə ola bilər, tutulmaq və ilə axır və s. Görürsünüzmü? Yəni, feil növ bildirirsə, məstər də feil kimi bu növlərdə ola bilir. Bir şey deyim, məstər isim və feil kimi eyni quruluşa malikdir. İsim də sadə mürəkkəb düzəltmə ola bilir, feil də quruluşuna görə sadə mürəkkəb düzəltmə olur. Həmçinin məstər də quruluşuna görə sadə mürəkkəb düzəltmək ola bilir. Məsələn, insan olmaq. İnsan olmaq burada mürəkkəb, yaza bilmək. Mürəkkəb məstərdir. Yazılmaq düzəltmədir və eyni zamanda yazmaq da sadə məstərlərdir. Yəni, bu məstərin isim və feil kimi quruluşuna görə xüsusiyyətləri idi ki, eyni xüsusiyyətlərə malikdir. Məstər feil kimi ətrafına söz toplaya bilir. Bu hansı xüsusiyyətdir? Feildə ətrafına söz toplamaq varsa yaza bilmək və görürsünüz, eyni zamanda məstər də feil kimi ətrafına söz toplaya bilir. Dərsini yaxşı oxumaq şagirdin borcudur. Nədir? Şagirdin borcudur. Nə? Şagirdin borcudur. Dərsini yaxşı oxumaq, əslində burada oxumaq deyil, dərsini və yaxşı sözü də oxumaq sözünə birləşib tərkib yaradır. Biz sintaksis bölməsində bunlara mürəkkəb cümlə üzvü deyirik, söz birləşməsi deyirik, üzr istəyirəm. Mürəkkəb söz birləşməsi, bəli, burada mürəkkəb söz birləşməsidir. Çünki 3 sözdən ibarətdir. 3 leksik məzmunlu sözə malikdir. Eyni zamanda da feili birləşmə deyirik belə birləşmələrə və bu birləşmələr cümlədə müxtəlif cümlə üzvləri kimi çıxış eləyə bilir. Cümlənin mürəkkəb üzvləri mübtəda da ola bilir, tamamlıq da ola bilir. Elə həmçinin bu cümlədə dərsini yaxşı oxumaq cümlənin mübtədasıdır. Yəni, məstər feil kimi təsdiq inkar ola bildi, hərəkət bildirə bildi, ətrafına söz toplaya bildi və eyni zamanda feilin növləri kimi də çıxış eləyə bildi. Amma feil kimi zamana görə məstər dəyişə bilmədi. Yəni, feilin hər xüsusiyyətini qəbul eləyə bilmədi. Bundan başqa, məstər isim kimi hansı xüsusiyyətlərə malikdir? Məstər isim kimi nə sualına cavab verir? Nə sualına cavab verməsi məstərin ismə aid xüsusiyyətidir. Amma məstər isim kimi əşyanın adını deyil, hərəkətin adını bildirən bir nitq hissəsidir. Təsriflənməyən formalı feildir. Belə deyək. Yəni, nə sualına cavab verir? İsmin xüsusiyyətidir. Amma hərəkətin adını bildirən ismin xüsusiyyətini daşıyır burada. Məstər isim kimi hallanır. Oxumaq, oxumağın, oxumağa, oxumağı, oxumaqda, oxumaqda. Mən həyatımı oxumaqda görürəm. Gələcək həyatımı, taleyimi oxumaqda, yaxşı oxumaqda görürəm. Gözün nədən oxumaqda, yerli halındadır və ilə axır və s. Məstər isim kimi üçüncü şəxsin sonluğunu qəbul edir. Cümlədə ismi xəbər ola bilir. Şagirdin borcu oxumaqdır. Nədir oxumaqdır? Üçüncü şəxsin 4 variantlı şəxs sonluğunu nə edə bilir? Qəbul edə bilir. Məstər isim kimi qoşmalarla işlənə bilir.
Məsələn, günay üçün, oxumaq üçün. Görürsünüz, ismə də qoşmalar qoşula bilir, məsələ də qoşula bilir. Amma bu zaman məsdər cümlədə zərflik də ola bilir. Məsələn, döyüşmək üçün, yaxşı döyüşmək üçün hazırlaşıram. Nə edirəm? Məşq edirəm. Nə üçün məşq edirsən? Məqsədin nədir? Yaxşı döyüşmək üçün. Burada maq üçün birləşərək məqsəd zərfliyini yaradır. Məsdər yönlü halda olanda yenə də məqsəd ifadə edir. Məsələn, elə döyüşməyə gedirəm. Döyüşməmisən ki, döyüşməyə gedirsən. Qalib olmağa hazırlaşırsan. Qalib olmamısan, hazırlaşırsan. Məqsədin budur. Görürsünüzmü? Yəni, yönlü hala qoşulanda məqsəd zərfliyini yaradır. Çıxışlı hala qoşulanda isə yazmaqdan əllərim ağrıyır, barmaqlarım ağrıyır. Nədən, hansı səbəbdən ağrıyır? Yazmaqdan. Yazmaq məsələdir. Çıxışlı haldan şəkilsini qəbul edib, burada səbəb zərfliyi asanlıqla səbəb zərfliyi vəzifəsində çıxış eləyə bilir. Bundan başqa, hər dan çıxışlıq şəkilsini, hal şəkilsini qəbul edən söz də səbəb zərfliyi deyil. Təbii ki, cümlədə mübtəda da ola bilər. Məsələn, yazmaqdan zövq alıram. Nədən? Yazmaqdan. Burada tamamlıq vəzifəsində iştirak edə bilir. Demək, məsdər isim kimi cümlədə həm hallana bildi, cümlədə mənsubiyyətə görə dəyişir, dir şəkilsini qəbul eləyə bildi, cümlənin xəbəri oldu, mübtədası oldu, tamamlığı ola bildi, ismi xəbəri ola bildi və mənsubiyyət qəbul eləyərək məsdər cümlədə mənsubiyyət də qəbul eləyir, eyni zamanda ismi birləşmə olur o zaman. Mənim oxumağım, sənin oxumağın, onun oxuması. Burada diqqət edirik nəyə? Bizim oxumağımız, sizin oxumağınız, onların oxumaları. Burada maqlar şəkilsinə diqqət edək. Onun oxuması. Onun oxumağı deyəndə burada q yerində qalır. Amma s şəkilçisi ilə ifadə olunan mənsubiyyət şəkilsinin qabağında məsdərin maq şəkilçisi q samitini buraxa bilir. Həmçinin də mək şəkilçisində də k samiti yenə də işləməsi, onun işləməsi. Görürsünüz, s şəkilçisinin qabağında da mək məsdər şəkilçisi düşür və o halda məsdər deməli ma şəklində də ola bilir. Buna diqqət eləyək, yadımızda qalsın. Bu inkar şəkilçisi deyil. Sadəcə məsdər şəkilçisinin q və k samitini itirməsi mənsubiyyətin qabağında. Üçüncü şəxsin təkində bu hal baş verə bilir mənsubiyyətə görə dəyişən zaman. Onun oxumağı I şəkilsini qəbul edirsə alınmır, amma S şəkilsini qəbul edəndə bu hal baş verir. Digər məsələyə diqqət eləyək. Onların oxumaqları. Burada da onların oxumaqları, biz dedik ki, məsdər ismin xüsusiyyətini özündə daşıyır, amma bu demək deyil ki, ismin bütün xüsusiyyətlərini özündə daşıyır. Yəni, məsdər burada cəmlənmir, isim kimi cəmlənmir. Bu, ismin xüsusiyyətini qəbul eləməməsi deməkdir. Yəni, cəmlənmə məsdərə aid deyil. Əgər belə bir hal nitqimizdə varsa, deməli biz qrammatik normanı pozmuş oluruq. Yəni, ədəbi dilin qrammatik norması pozulmuş sayılır. Yenə də deyirəm, məsdər cəmlənə bilmir. Cəmlənmək məsdərə aid deyil. Bu da qrammatik normanın bu hallar pozulması deməkdir. Bundan başqa, məsdər İsim kimi ismin bütün xüsusiyyətlərini özündə ifadə edə bilmir. Məsələn, konkret ola bilmir, mücərrəd ola bilmir, eyni zamanda ümumi xüsusi hal kimi ifadə edə bilmir. Yəni, məsdərin bir məsələdə önəm daşıyan bir xüsusiyyəti var ki, məsdər cümlədə tamamlıq ola bilir, ismi xəbər ola bilir, mübtəda ola bilir, zərflik ola bilir, biz bayaqları bunu dedik. Amma məsdər cümlədə bəzi məqamlarda təyin də ola bilir. Lakin məsdərin cümlədə təyin olması onun sintaktik vəzifəsi deyil. Yəni, ona xas xüsusiyyət deyil. Nə zaman bəs təyin ola bilir? Bənzətmə qoşmaları var, kimi, tək qoşmalarının qarşısında. Məsələn, yaşamaq kimi bir his də var. Necə his? Yaşamaq kimi bir his. Oxumaq kimi bir gözəl nemət də var.
necə nemət oxumaq kimi tək qoşmalarının yanında bəzən məstərlər cümlədə təyin də ola bilirlər. Ümumiyyətlə məstər cümlədə lüğətdə üzr istəyirəm, başlanğıc formada verilir. Bütün feillər cümlədə maq, məq şəkilsini qəbul edən məstərlər kimi verilir. Məstər haqqında dediyimiz bu qədərdir. Yəni diqqət eləyək daha da nəyə? Tərkiblərə. Məstər cümlədə işlənərkən tərkib yaradır. Onun feilə məxsus xüsusiyyətidir, ətrafına söz toplamaq xüsusiyyətidir. Amma əziz izləyicilər, siz testləri işləyərkən feili sifət tərkibinə, feili bağlama tərkibinə və eyni zamanda da məstər tərkibinə diqqət yetirin. Yəni bizdən məstər tərkibi soruşulursa, biz artıq sözlərin birləşməsindən əmələ gələn feili birləşməyə diqqət eləməliyik. Məsələn, dərsini yaxşı oxumaq, elə bayaqları dediyim kimi, bütün arzularına çatmaq məni məmnun edər. Nə edər? Məmnun edər. Nə? Bütün arzularıma çatmaq. Burada məstər tərkibi var. Amma oxumaq lazımdır. Nədir lazımdır? Nə? Oxumaq. Görürsünüz, burada oxumaq artıq tərkib deyil, yəni məstərin özüdür. Yaşamaq yanmaqdır, yanasan gərək. Yaşamaq nədir? Yanmaqdır. Nə? Yaşamaq. Görürsünüz, həm mübtəda, həm də xəbər tək məstərin özündən ibarətdir. Bir də var ki, tərkib yaradır. Yəni, sözləri ətrafından toplayaraq tərkib yaradır. Bu zaman testlərdə diqqətli olun. Çünki növbəti dərsdə də biz testlərin izahını verərik. Həm feili bağlamaya aid, həm də məstərə aid testlərlə də siz tanış edərik. İndi isə videomuz xoşunuza gəldisə, izahlarımızı bəyəndinizsə, abunə və dəstək olmaqla bizə də dəstək olmanızı xahiş edirəm. Diqqətinizə görə təşəkkür.